Əvvəllər hər avtomobili olan kəs taksi kimi fəaliyyət göstərə bilərdi. Lakin hazırda vəziyyət tamamilə dəyişib. Belə ki, indiki qaydalara əsasən sertifikasiyadan keçə bilməyən sürücülər taksi kimi işləyə bilməzlər. Yaxın günlərdə keçirilən imtahanda 180-ə yaxın taksi sürücüsü tələb olunan balı yığa bilməyiblər. Bəs kəsilən sürücülərin aqibəti necə olur? Məsələ ilə bağlı Milli Azza açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradov bildirib ki, sürücülər bu imtahanı çox böyüdür. Bu sadə imtahandır. Bəzi sürücülər həyəcanlanır deyə elementar sualları səhv eləyirlər. Amma ümumilikdə nəticə yaxşıdır. Belə ki, imtahandan keçib qanuni olaraq sürücülərin sayı 27 minə çatıb. Bu böyük göstəricidir. İmtahana keçə bilməyənlər yenidən imtahan verə bilərlər. İmtahan haqqı 30 AZN təşkil edir. Əgər sertifikasiyadan keçməyən sürücü işləyirsə, bu halda cərimə edilə bilər. Sertifikasiyadan keçməyən sürücünü hansısa şirkət işə cəlb eləyirsə, həmin şirkəti də cəza gözləyir. Bugün sistem elə qurulub ki, sürücü qeydiyyatdan keçəndə şirkət ondan sertifikasiya tələb eləyir. Əgər şirkət sertifikasiyasız sürücünü işə cəlb eləyirsə, bunu sistemdə ayna görür. Dərhal həmin şirkət cəzalanır. Birinci dəfə 20 min manat, ikinci dəfə isə 40 min manat cərimə tətbiq olunur. Qeyd eləyək ki, bu tələblər həm sürücülərin peşəkarlığını artıracaq, həm də sərnişinlərə rahatlıq yaradacaq.